Bugün də sağlamlığınıza daha bir addım yaxınlaşırıq birlikdə. Sağlam gün, ay, canlı qarşınızda hər kəsi salamlayıram. Ekrana daha yaxın əyləşin. Çünki bugün biz təkcə xəstəlikdən yox, həm də sağlamlığımızı qorumaqdan danışacağıq. Hər zaman olduğu kimi və geri dönüşləriniz çox gözəldir. İzləmələriniz çox gözəldir. Hər birinizə təşəkkürümü bildirirəm və verilişimizin gedişatında aktiv iştirak etdiyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm. Çünki qaynar xəttimiz 055 254 0106 WhatsApp üzərindən yazırsınız, zəng vurursunuz, suallarınızı ünvanlayırsınız. TikTok canlı yayımımızı elə bax bu saniyə aktivləşdirdim və yüzlərlə insan artıq bizi oradan da izləyir və qeyd edirlər ki, həm ATV-dən, həmçinin də elə bax bu canlı yayımdan izləyirik və belə bir fürsət yaratmışıq sizə. Sağlam gün, ay və ATV olaraq, dəyərli həkimlərimiz olaraq suallarınızı canlı efirdə birbaşa həkimə ünvanlayıb, elə canlı efirdə də onlara cavab alacaqsınız və vaxt itirmədən ilk dəyərli həkim qonağımı sizə təqdim etmək istəyirəm. 2026-cı ildə onunla ilk görüşümüzdür. Çox sevdiyimiz, çox sevdiyiniz, çox dəyərli tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva bizlə bərabərdir. Xoş gəlmisiniz doktor. Xoş gördük Günay xanım. Nə gözəl ki 2026-cı ildə də biz yenə də görüşdük və yenə də pasientlərimizə, bütün əhaliyə biz faydalı yenə də olacağıq inşallah. Mən də buna əminəm və Nərminə xanım buradadırsa, demək ki, göz sağlamlığından danışacağıq və göz sağlamlığı ilə bağlı bizə Nərminə xanım hər gün onlarla, yalan demiş olmayım, yüzlərlə mesajlar gəlir və müxtəlif səpkili suallar ünvanlanır. Mövzumuzu düzdür elan edəcəm, amma mövzudan kənar göz sağlamlığı ilə bağlı sizi narahat edən məqamları da bugün bizə ünvanlaya bilərsiniz. Çünki Nərminə xanıma hansı məqamdan, hansı istiqamətdən, hansı sahədən, yəni təbii ki, gözə aid olan sahələri nəzərdə tuturam. Çünki bilirsiniz ki, göz çox kiçik bir orqanımız olsa da, amma çox mürəkkəb bir orqandır. Və burada göz tibi xəstəlikləri var, görmə sinirinin atrofiyası. Ən çox Nərminə xanım və Rasim doktor, dəyərli professorumuz, qonağımız olanda bizə bununla bağlı suallar ünvanlayırlar və təkcə Azərbaycandan yox, eləcə də dünyanın bir çox ölkələrindən və bilirəm ki, Nərminə xanım, sizin qəbulunuza Hat Medicine klinikaya, həm də Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzinə dünyanın bir çox ölkələrindən müraciət edən insanlar var. Hətta o gün sizin Instagramınızda bir xarici vətəndaşın mən Nərminə xanımın qəbulunda olmaq istəyirəm arzusunu gördüm. O qədər mənə xoş gəldi. Bu Azərbaycan adına bir uğurdur. Düzdür. Artıq 2026 başlayıb, ayın 5-i yanvar ilk iş günümüz və bu həftə artıq 2-3 nəfər xarici pasientlərimiz gəlib. Kimsə gəlib kök hüceyrənin transplantasiyasına, bir nəfər gəlib sinir qurumasına, görmə sinirinin hissəvi atrofiya müalicəsinə. Elə pasient var, həm sinir müalicəsinə gəlib, həm də bir dəfəli çəp gözlü əməliyyatına gəlib. Yəni deyir, gəlirəm, yəni bir dəfə gəlişim ilə həm çəp gözlüyümü düzəldim, həm əməliyyat eləyim, həm də müalicə edim sinir qurumasını. Ona görə Doktor, bir də bu xarici vətəndaşlar arasında, üzr istəyirəm, sözünüzü kəsdim, mən baxıram, çəpgözlüklə bağlı müraciət edənlər bəlli bir yaşdadırlar. Məsələn, bizdə daha çox uşaq yaşında bu əməliyyatlar olunur, gəlib 30-35, 40 yaşında çox nadir hallarda çatır. Amma baxıram ki, xarici vətəndaşlar arasında sizə müraciət edənlərin bir çoxu bu problemdən əziyyət çəkir. Hətta ötən dəfə mən izlədim, 58 yaşı var idi deyəsən xanımın, hansı ki sizə müraciət eləmişdi qızı ilə, yoxsa nəvəsi ilə bərabər, hansı ki hər ikisində çəplik müşahidə olunurdu. Bilirsiniz, bu nə ilə əlaqədardır? Yəqin ki, həqiqətən elə çəpgözlük növləri var, başqa klinikalarda eşidirlər ki, düzəlməyəcək, əməliyyat olmusan, daha düzəlməz, mümkün deyil və yaxud da göz görmür. O qədər mənə yazırlar, dünən də yazmışdılar ki, göz düzəlməyəcək, çünki gözün tənbəldir, yenə də çəpləşəcək, çəpli əməliyyatın mənası yoxdur. Bəlkə də bu sözləri eşidirlər və əməliyyat elətdirmirlər. Daha gec yaşlarda bizi tapırlar, bizi araşdırırlar və gəlirlər. Bəlkə də bu ilə bağlıdır. Və araşdıranda doğrudan da Azərbaycandan say seçmə həkimlərimizin adları çıxır və o sırada dəyərli professorumuz Rasim Hacıyev və onun yolunu çox gözəl davam etdirən qızı Nərminə Hacıyevadır. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq. Doktorun əlaqə nömrəsini ekranlarda görürsünüz. Hal-hazırda onun Hat Medicine klinikasından olan görüntüləri görürsünüz. Onlarla, yüzlərlə, minlərlə pasiyentə şəfa vermiş bir həkimimizdir Nərminə xanım. 051 552 52 34 053 127 18 80
8210-un əlaqə nömrələridir. Həm Hat Medicin klinikada pasiyentləri qəbul edir, həmçinin Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində katarakta, glaukoma haqqında danışdığımız, qeyd etdiyimiz çəpgözlük, keratokonus, eynəkdən azad olma əməliyyatları, göz dibinin genetik xəstəlikləri və bayaq qeyd etdiyim məqam görmə sinirinin atrofiyası ilə də bağlı müraciət edə bilərsiniz. Bu müalicələri də uğurla icra edir həkimimiz. Və göz dibi xəstəliklərində katarakta ilə bağlı bizə çox suallar ünvanlandı bu müddət ərzində. Ötən həftənin cümə günü də elə bizim bayram efirimizdə bizim bir efirimiz yayımlanmışdı. İnanın, tamaşaçılar o qədər suallar ünvanlayırdılar. Mən nəyə çox sevinirəm? Mən sevinirəm ki, insanlar artıq sağlamlıqlarının qeydinə qalmağı bacarırlar və sual verməyi bacarırlar. Çünki müalicəyə və doğru həkimə gedən yol sualla başlayır. Doğru qoyulan sualla və o qədər dəqiq, yerində suallar ünvanlayır bizim tamaşaçılarımız. Mən sizin hər birinizə təşəkkür etmək istəyirəm. Ürəyim açılır bəzən bu aktivliyi görəndə. Bəzən olur, məsələn, görürsünüz ki, tibbi verilişdir. Bəzən deyirlər ki, ay xəstəliklərdən danışacaqlar 100%, gəl dəyişək kanalı. Amma siz belə etmirsiniz. Siz ATV-yə köklənirsiniz, Sağlam Günayı izləyirsiniz və bilirsiniz ki, burada təkcə xəstəliklərdən danışmır, həmçinin sağlamlığı qorumağınızın üsullarını bilirsiniz. Elə bugün də göz xəstəlikləri, göz sağlamlığı haqqında da bunu söyləyəcəyik. Doktor, mövzumuz göz dibi xəstəliklərində katarakta əməliyyatı, amma bu mövzudan kənar sualları da ünvanlaya bilər izləyicilərimiz. Ümumiyyətlə, göz dibi xəstəlikləri olan insanlarda, pasiyentlərdə katarakta əməliyyatı necə planlaşdırılır? İstəyirəm, bax, bu barədə məlumat verək izləyicilərimizə. Öncədən sizin sözünüzə qüvvət. Mən həmişə deyirəm, pasiyent deyəndə mən qorxuram əməliyyatdan. Həmişə deyirəm, bizdə heç nədən qorxmayın. Həqiqətən. Biz lazımdırsa əməliyyat edəcəyik, lazım deyilsə əməliyyat etməyəcəyik. Bu bizim bugünkü mövzumuzda mübahisəli mövzudur. Katarakta əməliyyatı göz dibi xəstəliklərində olunmalıdır, olunmamalıdır. Dəyərək onu etmək və dəyməz. Burada əlbəttə ki, hər xəstəlikdəki kimi individual yanaşmadır. Məsələn, pasiyent toyuq korluğu ilə müraciət edib, pigmentli retinit, gözün genetik xəstəliyi ilə müraciət edib və gözündə mirvari suyu var. Bəli, başqa yerdə deyə bilərlər ki, gəl mirvari su əməliyyatı edim. Və bilirsiniz, bu pasiyentlər xoşlayırlar, nəsə etsinlər. Çünki görmürlər və elə bilirlər ki, qonşu kimi, tanış kimi, başqa pasiyent kimi katarakta əməliyyatı edəcək, görməsi yaxşılaşacaq. Amma o sizə aid deyil. Çünki sizdə göz dibində daha ciddi xəstəlik var və siz görməni məhz bu xəstəliyə görə itirmisiniz. Ümumiyyətlə, toyuq korluğu ilə olan pasiyentlərin kataraktası, mirvari suyu çox zəif olur, çox az olur. Adətən arxa kapsula bulanır. Ümumiyyətlə, mirvari su nədir? Yadımıza salıq. Bilurun bulanması deməkdir. O şiddətli bulana bilər, az miqdarda bulana bilər. Toyuq korluğu ilə olan pasiyentlərdə 90% hallarda çox az bulanır, arxa divarı bulanır. Bəli, bu görməyə hansısa blur verə bilər, amma siz adətən görməni bu problemə görə itirmirsiniz. Göz dibinin xəstəliyinə görə itirirsiniz və ümidlə mən sadəcə olan gözlərini açmaq istəyirəm ki, bu əməliyyatı tez qaçmasınlar, tez zamanda onu etməsinlər. Niyə? Mən xoşlamıram az miqdarda mirvari suyu toyuq korluğu olan pasiyentlərdə əməliyyat edim. Çünki ilk öncə görmə çox almayacaq, yəni çox cüzi şəkildə ola bilər, şəffaflaşsın, ola bilər heç şəffaflaşmasın. Həm də ki, bu əksinə göz dibinin xəstəliyinə, qeydişatına daha da mənfi təsir göstərə bilər. Yəni onu progressivləşdirəcək mi, doktor? Niyə? Çünki biz həmişə deyirik, toyuq korluğu ilə olan pasiyentlər çölə çıxanda, həyətə çıxanda mütləq gün aşkiza taxın. Niyə? Çünki gün eynəyi gözə xeyirdir. Günəş gözə zəhərdir. Ona görə günəşdən qorunmaq lazımdır. Siz deyəndən sonra mən eynəksiz çıxmıram çölə. Hətta bugün unutmuşdum. Hamıya məsləhət görürük. Ən vacib müalicə gün eynəyi. Gün eynəyi taxsaz, bu göz dibində xəstəlik daha gec progressivləşəcək. Daha gec görməni itirəcəksiniz. Doktor, bu bütün xəstəliklərə aiddir. Demək, gün eynəyi bəli, bütün xəstəliklərə aiddir. Amma xüsusən də genetik xəstəliklərdə xüsusən çox vacib önəm daşıyır. Diqqət ayıracaq. İndi siz təsəvvürünüzə gətirin. Bu bilur nədir? Bilur, katarakta nədir? Bilurun bulanmasıdır. Bilurun bulanması gözün içində belə deyək gün eynəyidir. Ekrandır.
göz dibinə daha az işıq düşür. Bu da yaxşıdır. Qoruyucudur. Əslində bir tərəfdən bu sizi qoruyur. Və əgər sizə desələr ki, gəlin əməliyyat edək, amma heç bir qarantiya vermirik, ola bilər artsın, ola bilər artmasın. Əgər mirvari suyun miqdarı azdırsa, heç onu etməsəz yaxşıdır. Çünki daha sonra bu xəstəlik daha da çox pisləşəcək. Mən bunu hamıya deyirəm. Bəli, əlbəttə ki, əgər mirvari su çoxdursa, bilur artıq çox bulanıbsa, bəli, biz özümüz də deyirik ki, əməliyyat etmək lazımdır. Ona görə burada artıq individual yanaşmadır, baxırıq. Dəyər, yoxsa dəyməz. Yəni hamıya etmək olmaz bu əməliyyatı. Əməliyyat edir, vaxtını itirir, ümidlə gəlir. Yəni əgər pasiyent gəlirsə, biz biliriksə, bu əməliyyatdan sonra görmə artacaq, bəli, bu əməliyyatı edəcəyik. Yox, artmayacaq. Əksinə gözünə ziyan olacaq. Biz həmişə deyirik, hələ ki dəyməz. Vaxt keçsin, nəzarət eləyək, kontrol edək, sonra lazım olsa biz sizə özümüz bunu təklif edəcəyik. Və ümumiyyətlə göz dibinin xəstəlikləri fərqlidir. Bu dəqiqə biz genetik xəstəliklərdən danışdıq. Qazanılma xəstəliklərdən danışdıq. Məsələn, şəkərli diabet və katarakta. Burada da individual yanaşma. Əsrimizin bəlası, bizi çox izləyir belə xəstələr. Bəli, çox təhlükəli xəstəlikdir. Düzdür, qazanılmadır və göz dibini çox şiddətli dərəcədə zədələyir. Əgər müvafiq, lazım olan müalicə aparılmasa, tamamilə geri dönməz korluq ilə pasiyent rastlaşacaq. Ona görə vaxtında mütləq gəlin. Özdə şəkərli diabet olan pasiyentlərdə çox asandır müalicə, heç əməliyyat da deyil. Vaxtında göz dibi lazer, pis lazım olsa göz içi xüsusi iynələr, hansı ki şişkinliyi azaldır, qanı soğuruldur və s. Bunları arada mütəmadi olaraq etsəniz, ömür boyu gözəl görmə, yüksək görmə ilə yəni yaşayacaqsınız. Amma həssas yanaşma olarsa, vaxtında həkimə müraciət edilərsə, və çox təəssüf ki, bizim də ailəmizdə var belə insanlar. Şəkər xəstələrinə də hamısını buradan salamlayıram, bizi də çox izləyirlər belə izləyicilərimiz. Bu bizimlə bərabər addımlayan bir xəstəlikdir də. Biz onu özümüzə dost etməliyik ki, o elə şəkər olsun, amma adı şəkər olsa da elə də şəkər, yəni şirin bir xəstəlik deyil, acı bir xəstəlikdir və fəsadları çoxdur. Göz olsun, ürək olsun, digər daxili orqanlar, bütün orqanlar. Məsəl üçün, bizə müraciət edəndə həkim, mən lazerə gələcəm, bir dəfə gələcəm, deyirəm, xeyr, siz diabeton, məsələn, yəqin ki, istifadə edirsiniz və yaxud da müxtəlif preparatlar qəbul edirlər. Müxtəlif preparatlar, endokrinoloqa gedirsiniz, düzdür, eləcə də gözə də gələcəksiniz. Yəni, ömrün axırına qədər. Vaxtında gəlsəz, sizin gəlmə tezliyiniz gec-gec olacaq. 6 aydan bir çağıracaq. Geciksəz, onda biraz tez-tez çağıracaq, çünki artıq gecikmiş haldır. Ona görə vaxtında gəlin, biraz gec-gec çağıraq, nadir hallarda gəlin, ara sıra lazer edək, ara sıra göz içi iynə vuraq və beləliklə bütün problemlərimiz bitəcək. Şəkərli diabet, diabetik retinopatiya olan pasiyentlərdə katarakta biraz daha erkən yaranır. Çünki biraz növü də ağırlaşmış kimi olur. Onlarda bəbəy pis genəlir. Ona görə əgər mirvari su varsa, burada bir neçə yol var. Əgər göz dibində şişkinlik çoxdur və mirvari su varsa, ilk öncə şişkinliyə qarşı müalicə almalıdır. Gözün içinə iynələr vurulmalıdır. Şişkinliyi azalsın, göz dibinin vəziyyəti stabilləşsin, daha sonra mirvari su əməliyyatı olmalıdır. Niyə? Çünki mirvari su əməliyyatı hər bir halda göz dibinin vəziyyətini bir qədər pisləşdirəcək. Yəni, əks təsir göstərəcək. Amma o demək deyil ki, mirvari su əməliyyatı etməyək. Çünki mirvari su o həddə gəlib çatsa ki, biz artıq göz dibini çox pis görəcəyik və ümumiyyətlə heç bir diaqnostika, heç bir aparata sala bilməyəcəyik, lazer edə bilməyəcəyik, gözün içinə iynə vura bilməyəcəyik. Ona görə əlbəttə ki, mirvari suyu təmizləməliyik, gözün içinə şəffaf linza qoymalı və çox göz dibini normal şəkildə görək. OCT, MRT göz dibini mən sadə dildə deyirəm, MRT aparatını edək, şişkinlik nə vəziyyətdədir, hansı müalicə ilə başlayaq, diaqnostik məqsədlər ilə əməliyyat olunmalıdır. Ona görə burada yollar fərqlidir, hər pasiyentdə yanaşma individualdır. Biz heç vaxt tələsmirik, nə olursa olsun əməliyyat edək. Ağıl ilə hər şey etmək lazımdır. Pasiyent gəlir, bəlkə başqa yerdə ona dedilər, təcili, bu dəqiqə əməliyyat olmasın. Və o da həyəcanlanır və gedir bu əməliyyata. Əməliyyat olunsanız, bəlkə də göz dibində şişkinlik artacaq. Ona görə araşdırıb getmək lazımdır. Daha öncə bu şişkinliyə qarşı lazım olan müalicələr edin, göz dibi stabilləşsin,
Daha sonra mirvari su əməliyyatı daha gözəl nəticələr verir. Ona görə burada mübahisəli bir məqamdır. Yəni göstəriş və varsa. individual yanaşma. Bəli. Bax, bir izləyicimiz yazır, bir xanımdır, adının səslənməyini istəmir. Deyir, 45 yaşım var. Elə sualları yazanda yaşınızı yazsaz çox gözəl olar, rica edirəm sizdən. Şəkərim var, amma görməmdə dumanlanma hiss edirəm. Bu kataraktadır. Hər şey ola bilər. Katarakta da ola bilər, glaukoma da ola bilər. Şəkərli diabet olan pasientlərdə diabetik retinopatiya da ola bilər. 45 yaşında inanmıram olsun, amma yenə də ola bilər. Ona görə yəni dumanlanma çox belə ümumi bir sözdür, anlayışdır. Şəkər varsa, heç belə dumanlama olmasa da, heç şikayət olmasa da mütləq müayinə olunmalısınız. Deyir, atamın 70 yaşı var, kataraktası var. Katarakta gecikərsə göz tam kör ola bilərmi? Bəli, tam kör ola bilər. Katarakta qara suya keçəcək, ağırlaşmış növə keçəcək, ağırlaşmalar çoxalacaq, tam kör ola bilər. Bir xanım da soruşur ki, gəncdir bu xanım, gənc yaşda katarakta olurmu doktor? Əlbəttə olur. Əlbəttə yəni istənilən yaşda müşahidə oluna bilər. Hətta bəli, ötən verilişlərdə demişdiniz ki, yeni doğulmuş körpələrdə də görülür. Bəli, cavan pasientlərdə də heç anadan gəlmə heç nə yox idi. 20 yaşında, 25 yaşında, 30 yaşında stressdən sonra əsəbləşib, güclü stres, bir gözdə şiddətli ağırlaşmış katarakta. Əlbəttə ki, bu cür hallar olur və biz bunu əməliyyat edirik. Cavanlarda biraz ahılı linzalara üstünlük veririk ki, yaxın görmə pozulmasın. Həm yaxını görsün, həm orta məsafə, həm uzaq. Doktor, bu hansı əlamətlə özünü göstərir? Yəni gözümüz bizə hansı siqnalları verir ki, biz onu görən kimi həkimə müraciət edək? Biz katarakta o simptomsuz deyil, simptomlu bir xəstəlikdir. Ona görə hər bir halda pasient onu hiss edəcək, gələcək. Özünə baxmayan, özünə laqeyd olan pasientlər görsələr belə, hiss eləsələr belə, sadəcə gəlməyəcəklər. Mən qorxuram həkimə getməyə. Mən qorxuram əməliyyat etməyə. Daha yaxşı evdə oturum, yəni görməmi itirim. Onlar hiss edirlər, sadəcə gəlmirlər. Yəni katarakta simptomsuz bir xəstəlik deyil. Qara su simptomsuz bir xəstəlikdir. Qara su onlar normal görür, uzun müddət 100% görmə. Görmə sahə yavaş-yavaş tədricən azalır, göz təzyiqi artır, siniri öldürür. Bəli, onlar elə olur 5 il sonra, 6 il sonra, 7 il sonra nəsə hiss edə bilərlər. Ona görə təhlükəli xəstəlikdir və əvvəl-axır sinir qurumasına gətirib çıxardır və burada da mübahisədir. Katarakta əməliyyatı edək etməyə qara su olan pasientlər katarakta əməliyyat olmalıdır, bir mənalı. Çünki katarakta gözümüzün bilurun bulanmasıdır. Bilur bulananda şişkinləşir, ölçüsünü dəyişir və şişkinləşəndə qara su artıq gözdə göz təzyiqi qalxıb, bütün qişalara təzyiq göstərir, sinirə təzyiq göstərir, qurudur. Buradan da bir tərəfdən katarakta yetişir, şişir. Bu da öz tərəfdən mənfi təsir göstərir. Qara suyun qeydişatını pisləşdirir. Ona görə qara su olan pasientlərdə bir mənalı demək olar hamıda mirvari su əməliyyatı olmalıdır. Sadəcə burada hansı görməni onlar gözləyirlər? Proqnoz. Əgər vaxtında gəlirsiniz, sinir qurumamış halda, bəli, görmə artacaq. Əgər gecikmiş halda gəlirsiniz, sinir artıq qurumuş vəziyyətdədir, göz dibində ekskavasiya var. Ekskavasiya nədir? Sinir o qədər belə sıxılıb, zədələnib, o zədəni biz gözümüzlə görürük və paralel olaraq mirvari suyu var. Həkim əməliyyatdan sonra görməm yaxşılaşacaq, bilinmir, sinirdən asılıdır, sinir gücünüzdən asılıdır. Bəs niyə əməliyyat edirəm? Ki, daha da pisləşməsin vəziyyət. Yəni, burada artıq başqa sözlər eşidir pasient. Daha da pisləşməsin. Çünki katarakta əməliyyatı qara su olan pasientlərdə edəndən sonra avtomatik göz təzyiqi də düşür. Şişkinləşmiş biluru biz xaric edirik. Gözün içinə linza qoyuruq, avtomatik göz təzyiqi düşür. Göz təzyiqi də düşəndə qara su olan pasientlərdə bu xeyirlidir. Biraz daha az dərmanlardan istifadə edirlər. Sinirin vəziyyəti yaxşılaşır. Yəni, siz əməliyyat edirsiniz görmək üçün yox, bu görməni saxlamaq üçün, görmənin artması üçün yox, həmin görməni saxlamaq üçün. Ona görə yenə də individual yanaşma. Doktor, onsuz da burada da nə qədər desəz, müraciət edən pasientlərə yenə bir məlumat verirsiniz, bilirəm. Çünki sizin müayinənizdə olmuşam və bilirəm ki, Nərminə xanım hər bir pasientə o qədər dəqiqliklə, o qədər başa düşülən dildə, yəni elmi cəhətdən izah eləsə də, yəni akademik danışmır, onu tam olaraq
olaraq həmin pasiyentin başa düşəcəyi dildə onu anladır və onlar da təbii ki, artıq bu prosesin necə baş verdiyini bilirlər. Suallar həddindən artıq çoxdur. Naxçıvanı buradan salamlayıram. İzləyicimiz 2023 nömrəli abunəçi Naxçıvandan deyir, narahat edirəm. Heç narahat etmirsiniz, xoşdur. Mənim sualım doktoradır deyir. Mənim gözümün birində mirvari suyu var. Biri də çox zəifdir. Amma gözlərim də çox qaşınır. Yaşım 46-dır. Yaxşı ki, yaşını yazır. Yazırıq. 46 yaş mirvari su var. Bəli, yəqin ki, hansısa həyat tərzində nəsə pozub ki, bu cavan yaşda mirvari suyu var. Mirvari su varsa əməliyyat olmalısınız. Bir mənalı. Göz dibi dəyərləndirilməlidir. Mütləq sizə ətraflı həkim məlumat verməlidir ki, mirvari su əməliyyatından sonra görmə proqnozu necə olacaq. Amma hər bir halda mirvari su varsa, bu yaşda əməliyyat olmalıdır. Bu yaşda əgər göz dibi salamatdırsa, ahılı linza qoysanız daha yaxşı olar ki, yaxını görəsiniz. Yox, göz dibində hansısa problemlər varsa, adi monofokal, uzaq görmə verən linzalarda qoyulsa, yaxşı nəticə əldə etmək olar. Doktor, daha bir izləyicimiz maraqlı sual yazıb. İlk dəfədir belə bir sualla rastlaşıram. Rafiq bəy yazır bizim TikTok canlı yayımızdan. Çalışıram hər yerdən oxuyum suallarınızı. Mənim gözümün deyir içi əsməyə başlayır. Ovxalayıram onda. Ondan sonra şişir, gözüm dayanır. 29 yaşım var. Yəni bu nə haldır, bu nə xəstəlikdir? Bu xronik konjüktivit kimidir. Gözün ön hissəsinin iltihabı prosesi kimi. Əsmə bilmirəm nəyi deyir. Əgər üst göz qapağın və yaxud da alt göz qapağın əsməsidirsə, bu sadəcə nevroloji tikdir. Əsəbdən, gərginlikdən, stressdən olur. Amma içi əsir deyir, gözümün içi. Maraqlıdır, onu necə görür? Özü görürmü, yoxsa kimsə kənardan görür? Ətraflı yazsaydı daha gözəl. Bəlkə bəbəyin əsməsini deyir. İltihab əleyhin, iltihab var. Belə simptomlar iltihab olanda olur. Bəbəyin əsməsi nistaqım deməkdir. O tam fərqli bir haldır. Məncə bu nistaqım deyil. Sadəcə o hansısa şikayətlər, hansısa simptomlar hiss edir. Bəlkə bilmir necə onu izah etsin. Əsir, əgər göz qapaqlar əsirsə nevrolojidir. Əgər göz özü əsirsə, göynüyür, sonra o onu oxalayır, keçirsə, demək ki, iltihabdır. Simar bəy də belə bir sual ünvanladı. Salam, mirvari suyundan əməliyyat olmuşam, amma gözlərim yenə də tor görür. Biz ona görə bugün biz bu verilişdəyik. Sizə məlumat vermək üçün çox güman ki, göz dibində problem var. Əgər mirvari su əməliyyatı tam gözəl keçibsə, ağırlaşma olmayıbsa, linza öz yerindədirsə, əgər siz yenə də görmürsünüzsə, demək ki, göz dibi zədəlidir. Ona görə göz dibi mütləq müayinə edin. Yenə də deyirəm, əgər əməliyyat yaxşı keçibsə, siz yaxşı görməlisiniz. Əgər yaxşı keçib görmürsünüz, o həkimlik deyil, göz dibi problemi var burada. Doktor, əməliyyat barəsində də istəyirəm məlumat verək. Necə çəkir, ağrılıdırmı? Çünki bunu soruşan izləyicilərimiz çoxdur. 2026 başlayıb artıq dünən ilk katarakt əməliyyatlarımızı etdik. Kimsə qonşudur, kimsə tanışdır, kimsə öz pasiyentimizdir. Gəldilər, biraz həyəcanlıdırlar. Amma gedəndə deyirlər, nə yaxşı, heç nə hiss eləmədim. Siz mənə nəsə vurmuşdunuz, mən hiss eləmədim. Siz mənə keydici vurmuşdunuz. Biz deyirik ki, biz sizə iynə vurmadıq. Yox, yox. Sadəcə damcılar ilə keydilir göz. Hardasa 10 dəqiqə çəkir. 2 mm kəsik ilə ən müasir fakoemulsifikasiya üsulu ilə, ən gözəl Centurion aparatı ilə mirvari suyu tamam gözdən xaric olunur və yerinə linza qoyulur. Pasiyentə narkoz verilmir, pasiyent heç bir şey hiss etmir, amma pasiyentlər fərqlidir. Elə pasiyent var, göz damcısı tökürsən, başlayır qışqırmağa, başlayır ufuldamağa, axıldamağa. Ağrılı deyil. Həyəcanla, özümdən asılı deyil deyir. Amma bəbək genişlənir də bir o zaman. Yoxsa bu əməliyyatda o bəbək genişləndirilir? Mütləq genişləndiririk. Mütləq genişləndiririk. Həm də ki, damcılar, cürbəcür damcılar tökülür. Yəni, katarakt əməliyyatı daim damcı, su, damcı, su sulandırır. Bir hazırlıq prosesidir də əməliyyata. Həm də əməliyyat qeydişatında da, yəni əməliyyat zamanı da sular, axı biz qırpırıq gözümüzü. Qırpanda bizim göz yaşımız buynuz qişanı nəmləndirir. Orada alətlə açılırdı ya, onlar qırpa bilmir, nəmlənmir göz. Ona görə məcbur biz su tökürük. Süni şəkildə onu nəmləndiririk. Nəmlənir. Hər əməliyyatda bu olur. Eksimir lazer əməliyyatında da, katarakt əməliyyatında da. Onlara su töküləndə də qışqıracaq, o artıq xasiyyətdir. O bizə bağlı deyil, amma normal pasiyent, yəni
tamam ağrısız heç bir şey hiss etmir. Yəni heç qorxmasınlar. Bizdə qorxmasınlar. Aha, qorxmasınlar. Bizdə qorxmasınlar. Çünki peşəkar həkimdir Nərminə xanım, illərini, ömrünü bu işə həsr etmiş və evində də o cür professorumuz, dəyərli Rasim doktoru buradan salamlayıram, əməkdar həkimimiz. Yəni ata necədirsə, qızı da onun yolunu davam etdirir və sizi çox sevirlər. Bax elə o şəkilləri görürsünüz hal-hazırda. Bir də verin o görüntünü zəhmət olmasa. Bax bu nə gözəl görüntüdür. Allah qorusun, Allah Rasim bəyə can sağlığı versin. Allah ailənizi, ananızı qorusun. 2026 hər mənada düşərli olsun dəyərli doktorumuz. Və çox soruşurlar ki, doktor harda çalışır? Bir daha qeyd edirəm. Hətta belə deyəcəm, günün birinci yarısında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, günün ikinci yarısında Hat Medicine klinikada pasiyentləri qəbul edir. Katarakta, glaukoma, çəpgözlük, keratokonus, eynəkdən azad olma əməliyyatları, göz dibinin genetik xəstəlikləri və görmə sinirinin atrofiyasını da müalicəsini uğurla icra edir. Hansı ki, onu dünyada belə müalicəsini boynuna götürməyən həkimlər var. Amma məhz Professor Rasim doktorun açdığı bir cığır var və o cığırla addımlayan bizim Nərminə xanım ikisi bərabər bu müalicələri çox uğurlu şəkildə icra edirlər. Doktor, sizinlə söhbətdən heç zaman doymuram və mən istəyirəm ki, son olaraq bir də tamaşaçılara səslənəsiniz. Buyurun. Hər pasiyent individualdır. Mən ona görə deyirəm, bizə gələndə heç vaxt heç nədən qorxmayın. Çünki lazımsız şəkildə, lazım olmasa biz heç bir əməliyyatı sizə etmərik. Əgər lazımsa, inanın ki, o qədər qıraq yerlərdən gəlir, mənə təcili dedilər əməliyyat. Lazım deyilsə etməyəcək, lazımdırsa edəcəyik. Amma həqiqətən elə vaxt olur ki, təcili əməliyyat lazım olur və biz əminik ki, biz bu əməliyyatı etsək, yüksək səviyyədə edəcəyik və sizə görmə bəxş edəcəyik. Burada vacib məqam vaxtında müraciət etmək. Fərqi yoxdur, qazanılma xəstəlikdir, genetik xəstəlikdir. Vaxtında müraciət edin. Çünki artıq bilirsiniz ki, 3 ildir, artıq 3 ildən çoxdur kök hüceyrə müalicəmiz var. Genetik xəstəliklərdə, hansılarda ki, daha öncə bütün həkimlər aciz idi. Bu dəqiqə bu müalicə növü var və biz bu görməni saxlaya bilərik. Amma baxır, görmə ilə gəlin ki, bu görməni saxlayaq. Artıq görməni itirəndə gəlməyin, xahiş edirəm. Görmə varsa, biz hər bir halda, hər bir xəstəlikdə bu görməni saxlaya bilərik ömürlük. Ümumiyyətlə, kök hüceyrə artıq protokollara da daxil olub. Biz protokollara əsasən işləyirik. Nə lazımdırsa onu edirik və bu müalicə artıq özünü təsdiqlədib, doğruldub və ona görə biz bunu tam rahat şəkildə sizə təklif edə bilərik. Nə yaxşı ki, varsınız Nərminə xanım və gözümüz dünyaya açılan bir pəncərədir və gözümüzlə bağlı problem yaşananda doğru, dürüst həkimlərə müraciət etməliyik, araşdırıb getməliyik və Nərminə xanım bizim say seçmə həkimlərimizdən biridir. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloqumuzun qəbuluna yazılmaq üçün 051 552 52 34 050 327 18 82 qısa aradan sonra daha bir dəyərli mütəxəssisimizlə yenə sürprizlərlə bol bir efirimiz olacaq. Düşünürəm ki, izləməkdə çox böyük fayda var.